Diana Dadaşova, Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin satışı ilə bağlı növbəti elan verilmişdir. Bu elan çərçivəsində agentliyin layihələri olan Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi və yeni layihələrimiz olan Binəqədi, Yevlax və Şirvan Yaşayış Kompleksi üzrə ümumilikdə 627 mənzil satışa çıxarılmışdır. Güzəştli mənzillərin satışı 3 dekabr 2025-ci il tarixində saat 11-də başlayacaq və bu proses 12 dekabr tarixinədək davam edəcəkdir. Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin vətəndaşlar tərəfindən güzəştlə əldə edilməsi qaydasına əsasən, gözləmə qaydasında mənzillərin seçimi isə 9 dekabr tarixində başlayacaq və 12 dekabr tarixinədək davam edəcəkdir. Mənzillərin əldə edilməsi elektron hökumət portalı üzərindən güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız güzəştli mənzil sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil seçimində iştirak etmək hüququna malikdir. Bu elan çərçivəsində satışa çıxarılan mənzilləri vətəndaşlar həm öz vəsait hesabına ödəniş üsulu ilə, həm də güzəştli ipoteka krediti vasitəsilə əldə edə bilərlər. Qeyd edim ki, mənzilləri güzəştli ipoteka krediti vasitəsilə əldə etmək istəyən vətəndaşlar mütləq satış tarixinədək agent banklara yaxınlaşmalı və ilkin razılıq qərarını əldə etməlidirlər. Qeyd edim ki, bu satış çərçivəsində də əvvəlki layihələrdə olduğu kimi bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin olmuş vəziyyətdə vətəndaşlara təklif olunur. Bugünkü media tur çərçivəsində biz həm Yevlax Yaşayış Kompleksində, həm də Şirvan Yaşayış Kompleksində olduq. Qeyd edim ki, Yevlax Yaşayış Kompleksi özü 329 mənzildən ibarətdir. Eyni zamanda kompleksin ərazisində yaşayış binaları ilə yanaşı bütün zəruri infrastruktur yaradılmışdır. İstirahət güşələri, oyun meydançaları artıq tam hazırdır. Bununla yanaşı Şirvan Yaşayış Kompleksində də özünüz gördüyünüz kimi kompleksin ərazisində gələcək sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılmışdır. Qeyd edim ki, Şirvan Yaşayış Kompleksi ümumilikdə 1264 mənzildən ibarətdir. Bu layihə üzrə satışa çıxarılan mənzillərin sayı isə 216-dır. Şirvan Yaşayış Kompleksinin ərazisində 80 yerlik uşaq bağçasının və 960 şagird yerlik ümumi təhsil məktəbinin də istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edim ki, Mənzil İnşaatı Dövlət Agentliyi paralel olaraq yeni layihələrin icrasını da davam etdirir. Belə ki, hazırda Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində 2,31 hektar torpaq sahəsində yeni binaların inşasına başlanılıb. Bununla yanaşı Hövsan qəsəbəsində 5,83 hektar torpaq sahəsində və Abşeron rayonu Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində də yeni yaşayış komplekslərinin tikintisinə başlanılması üçün sənədləşdirmə işləri həyata keçirilir. Bununla yanaşı Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihələrindən birinin Naxçıvan şəhərində reallaşdırılması nəzərdə tutulub. Hazırda bu yeni yaşayış kompleksinin layihələndirmə işləri həyata keçirilir. Təşəkkür. Bir dənə çək.
İskender buna dönüyor.